Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. Allah icazə verdi. Bunu bilmirlər. İndi Esselamu Aleyküm və Rəhmətullah. Yenə də İmam Əlini təhqir eləyirlər. Çox pis olaraq təhqir eləyirlər. Şiə hədisləri dayanmır. Allaha və onun Rəsuluna və Əhl-i Beytə qarşı o qədər pis olacaq hədislər ortalığa çıxardırlar və bunu yayırlar. İmam Əli məsciddə cünub olur. Bəli, bəli. O orada neyinirdi ki cünub olur? Nəyə fikirləşirdi? Yəni Allahın evində nəyə fikirləşib ki o? Kimlənsə, yəni öz həyat yoldaşı ilə olub və yaxud da ki ağlına nə gəlib? Bu barədə özünüz düşünün də, yəni o əqidədə qalaraq Allaha yaxınlaşmaq olar. Vallahi deyirəm, bu ayıb olacaq bir təriqət və bir firqədir ki, Quran və sünnətə dayanmır. Bir buna baxın, buna baxın və fikir söyləyim. heç kimin cünub halında məscidə girməyə haqqı yoxdur. Hətta dünənləri dedim, məscidin möhrü qala cibində, sonra yadına düşə, cənabətdə olsa o möhrü gətirib içəri girmədən çöldən əlin pəncərədən uzadıb məscidə qoymağa haqqı yoxdur. Bizim, bəli, o risalədə var məsələsi. Haqqımız yoxdur. Amma deyir, Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. Allah icazə verdi. Bunu bilmirlər. İndi Allah icazə verdi Həzrəti Əlini məsciddə cünub olmaqlığa. Allah icazə verdi. Bunu bilmirlər. İndi